Salam dostlar, necəsiniz? Bugünkü videomuza xoş gəlmisiniz. Yeni açılışı səməni ilə edirəm. Yəqin Novruz bitənə, səməni saralana kimi açılışlar belə olacaq. Nəhayət havalar isinib. Ananın yorğanını dəyişdim. Qalın yorğan idi çox. Ona bir nazik yorğan qoydum. Yerlərini düzəldim. Sonra uşaqları aparıb məktəbə qoyacağam. Bugün inşallah çərəzləri qovurur. Onları hazırlamaq istəyirəm. Vaxtım çatsa inşallah düzəldərəm sizlərlə birlikdə. Mart ayı adamı çaşdırır. Hər il tələsirəm, paltarları, kurtkaları falan yuyuram, yığışdırıram. Sonra təzdən baxıram, hava soyudu, təzdən çıxardıram. İnşallah havalar dəyişməz, belə də gedər. İşlənən şarfları, əlcəkləri, papaqları yumuşam çoxsunu. İşlənməyənləri yumamışam. Çox yanda da xarab olur. Artıq bunlardan yığışdırırım. Yenə də hər ehtimala qarşı uşaqlara bir papaq saxlayacağım. Sonra kurtkaları falan atmalıyam, yuyulsun. Nazik kurtkalara keçirilib. Bunu Fatmaya saxlayacağım. Şarfı da saxlayayım. Onlar gələn il üçün yuxarı qoyulacaq. İnşallah gələn də qar yağar. Həmişəki kimi ən çox əşya Fatimənindir. Onlara da papaq saxlamışdım. Kitabları aparıb kitabxanada yenidən yazdırmalıyam. Əslində kitabxana 10 gün müddət verir. Artıq biz 10 gündən çoxdur saxlayırıq. Hələ düzdür, yığmayıblar. Bunu da mən toxumuşam. Bu Fatimənin, onlara da bir papaq saxladım. Bunlar da gələn üçün. Bunlar da yuyulmağa. Fatimənin kurtkası yəqin gələn olacaq. Kurtkası asın. Ananın kurtkası alacalaşıbdır. Ona inşallah gələrlə yeni kurtka alınacaq. Bu kurtkanı yummayacağım. Hələlik saxlayıram. Hava sərin olsa geyinər. Sonra inşallah bu gedəcək.
İstəyirəm. Uşaqları məktəbə qoydum, gəldim. İndi çərəzləri yuyub qoyacağım qovrulmağa. İndi lap aşağı xodda, hardasa 50-60 dərəcədə. Əgər 100 dərəcədə də qoyursunuzsa, tez-tez yoxlayın, çevirin. Yəni mən tufokada qurduram, onda daha yaxşı olur, hər tərəfi quruyur. İndi bunu aşağı xodda qoyacağım, tufokada qurusun. Bir də keçən dəfə yer fıstığı almışdım, onu da qovuracağım. Deməli, bunu tez-tez qovururam, uşaqlar da xoşlayır. Əslində qovrulmuş da satılır, sadəcə onun duzu çox olur. Mən yuyuram, sonra süzdürürəm, biraz duz səpirəm və qoyuram tufokada, tam quruduram. Qəşəng olur. Şimdi bunu da yuyum, duzluyum, qoyum kənara, qoz fındıq qovrulsun, sonra da bunu qoyacağım qovrulmağa. Yudum, biraz süzdürürəm. Şimdi bu qabda duzlayacağım. Üzərinə biraz duz səpirəm. Tez-tez qoz fındığı yoxlayıram, çünki yanar bilər. Tez-tez fırladıram, qarışdırıram. Çahını yudum saxlayacağım yəqin ki sabaha. Çünki salatım var. Sabah bəlkə qısır edərəm. Uşaqlar istəsə qurusun, burada qalsın. Yeməklərim də hazırdır. Axşama biraz qreçka da süzəcəm. Toyuğu da soğanla bir yerdə qoymuşam, belə qaynayıb. Demək olar ki, soğanlar o qədər bişib ki, içində artıq ölçüyüb. Üzəri üçün, qreçkanın üzəri üçün bunu etdim. Belə çox qəşəng çıxır. Supumuz isə artıq bu da bişibdir. Altını söndürüm. Toyuq supudur. Sadəcə bu dəfə göyərti olaraq nanə vurdum. Bir də qreçka süzəcəm. Yeməyim hazır. Qoz demək olar ki hazırdır. Biraz soysun. Belə xırçıldayırsa artıq məncə ola bilər ki, biraz da qoysam qoyaram. Biraz soysun. Baxacam görüm quruluğuna. Buna hələ vaxt çatmayıb. Bu qalıbdır. Bunu da yəqin axşam edərəm. Fındıq da sobanın içindədir. O da biraz qurusun. Hardasa 3 saat, 4 saat olar ki, bunlarla məşğulam. Tam qurusun. İnşallah çəkib bu gün hazırlamaq istəyirəm içliyi. Yəqin ki, bazar ya 6-cı gün gedib mamagildə bişirərik. Qozumuz da hazırdır. Fındıq da hazırdır. İndi başlayacağım çəkməyə. Fındıqlar soyulmadı. Əslində biraz əsəbləşmiş
Fındıq yəni alanda diqqətli olun. Görün neçə cür fındıq var. Üstə böyüklərin yığırlar, alta balacaların, hətta büzülmüşlərini. Nə qədər fındıq tullamışam Allah bilir. Neysə. İndi bunları çəkəcəm. Həmişə qovuranda qəşəng soyulurdu. Bu dəfə dediyim kimi fındıq heç yaxşı çıxmadı. Seçə bildiklərimi seçdim içindən. Baxın, bəlkə birazını çəkərəm, birazını saxlayaram. Belə. Şimdi başlayayım bunları çəkməyə. Biraz da qovrulmuş fındıq almışdım. Uşaqların xoşuna gəlib birazını yeyiblər, düzdür. Birazını da qatım buna, en azından fındıqların yarısını götürdüm. Az olmasın. Fındığı artık bitirdim. Şimdi keçirəm qozu etməyə. Nəhayət ki bitirdim. Bu qədər fındıq, bu qədər də qoz çıxdı. İndi pesokda qatılanda bəs edəcək inşallah. Bugünlük də bizdən bu qədər olsun. İnşallah gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.